Bismillahirrahmanirrahim. Assalamu aleykum və rahmetullah. Allah ibadət itaətlərinizi qəbul etsin. Yenə də Nəhcül Bəlağə verilişində əziz və dəyərli qonağımız Hacı, salamu aleykum və rahmetullah. Yenə də Hacı ilə birgə inşallah buradayıq və Hacının gözəl sözlərindən, onun mövzələrindən inşallah faydalanırıq. Allahın izni ilə. Mən ancaq Hacı, sizə sual verərəm, ancaq dinləyərəm sizi. Allah sizi var eləsin inşallah, belə zövq alırıq. Siz danışanda adam istəmirsə, sizin sözünüzü kəssin. Amma indi məcburən bəzən görürsən ki, bir şey yada düşür ki, onu da mən istəyirəm vurğulayım ki, siz onun izahını verəsiniz. Deməli, Hacı, indi biz istəyirik ki, 20-ci xütbədən davam edək. Çünki elə günümüzdə ən aktual olan məsələ, insan həyatını belə deyək də, nəinki günümüzdə hər zaman ən aktual olan məsələdən danışıb. O da qəflət mövzusu və qəflətdən oyanış. İnsanın əslində ən böyük dərdi qəflətə düçar olmasıdır, qəflətə düşməsidir. İnsan bəzən hər şey bilir, amma qəflət qoymur ki, onu düzgün şəkildə yaşasın, həmişə o oyaq halında olsun, həmişə intibah, həmişə oyaq, ayıq-sayıq olsun. Bu qəflət qoymur da insan. Necə edə bilərik ki, biz qəflətdən qurtuluş əldə edək? Həzrət hər zamanki kimi həmişə bu mövzuya toxunur. İndi də bu 20-ci xütbədə də bu mövzuya toxunur. Buyurur ki, İmam Əlinin xütbələrindən biridir. Bu da qəflətdən çəkindirir Həzrət. Bir də Allaha doğru qaçışı, yəni hərəkatı xatırladır. Çünki bir neçə yerdə Quran-ı Kərimdə olur ki, Allaha doğru qaçın. Burada da yəni Allaha doğru necə biz qaça bilərik? Həzrət buyurur ki, əgər siz ölülərinizin ölümdən sonra gözləri ilə gördüklərini görsəniz, yəni öz gözünüzlə onu görsəniz, mütləq qəmgin olar və ahuzar edərsiniz. Allahın əmr və qadağasını eşidər və itaat edərsiniz. Burada lakin onların gördükləri sizdən gizlindir. Həqiqətən də insan bəzən hər şeyi öz gözü ilə görsə, hər şeyi yəni pərdənin arxasını, qəbristanlıqda, qəbirdə, axirətdə olan, bitən, baş verən hadisələri insan görsə, həqiqətən də insan elə itaat eləyər, eşidər, dinləyər, ibadət eləyər. Bəzən bəlkə də heç ibadətdən ayrılmaz. Elə bir güşənişin həyatını da sürər bəlkə də. O Həzrət qiyamətin ayələrini oxuyanda, surələri oxuyanda bəzi müsəlmanlar, bəzi möminlər Peyğəmbərimizin sahabələrindən gedib səhranişin olurdular, güşənişin ailəsinə, yəni ailəsindən ayrılırdılar. Ailələri gəlib Həzrət Peyğəmbərə şikayət edirlər ki, Peyğəmbər də gəlir ki, moizə edir ki, mən sizin böyüyünüzəm, mən ailəmlə yaşayıram, mən insanların içində yaşayıram. O səhrada güşənişin olmaq lazımdır. Hətta deyirlər ki, başqa Peyğəmbərlərin ümmətində röhbaniyyət məktəbi olub, bizdə niyə yoxdur? Həzrət buyurdu ki, röhbaniyyət ümməti fil məsacid. Bəli, bəli. Yəni cəmiyyətin içindədir, məscidlərdədir mənim ümmətimin rahibliyi, əsl rahibliyi odur. Bəli, bəli. Yəni demək istəyirəm ki, hələ Həzrəti Peyğəmbərin mübarək dilindən eşidirdilər o ayələri, insanlar o hala düşürdü. İndi gör, həqiqəti görsələr qəbirdə olan bitən hadisələri, axirət aləmi ilə yaxından tanış olsalar, həqiqətən də itaətdən başqa bir yol qalmaz. Hacı, istəyirəm elə burada saxlayım söhbətini. Bismillahirrahmanirrahim. Əlacı bu, insanın neçə cəhətdən tərbiyələnmə, yəni ibrət götürmə, tərbiyə, həmin bu, yəni dini Allah deyən yola gəlmə, sırat-ı müstəqimə gələn yolları var bir neçə cəhətdən. Ona məsələn kəlamda məbdə məad deyirlər də. Bəli. İnsan məbdəyə bağlılığı və məada imanı əqidəsi. Məbdəyə bağlılığı insanı o ali məqama bağlılığı çəkər insanı sırat-ı müstəqimə, düz yola. Məsələn, adam bilsə ki, uşaq evdə biləndə ki, atam mənim bu hərəkətimdən xoşu gəlir, həmişə o cür hərəkət edir. Adam görəndə ki, məsələn, müəllimin bu cürə danışıqdan xoşu gəlir, ya bu cürə oxumaqdan xoşu gəlir, şagird həmişə istəyir o cür eləsin. Çünki onun səltənəti altındadır və onun büyünləri, müdəbbiri odur da, dolandıranı odur. İstəyir onun xoşuna gedən hərəkətləri eləsin həmişə. Əfsus ki, biz bunu bütün sahələrdə, kolxozda da, ondan sonra kolxoz sədrinin qabağında da eləyirik. Amma
Gəlir məsələn o əsl məbdə ki var, əsl böyük ki var, onun qarşısında eləmirik. Amma birdən məsələn biz elə həqiqətən o məbdəyə bağlılığımız yerində olsa və biz anlasaq, başa düşsək ki, Allah Taala bu cür insanları sevir və Allah Taalanın da sevməsi insan üçün dünyanın hamısının sevməsindən üstündür. Dünyanın hamısı insanı sevər, amma mümkün də o insana o sevgidən bir zərrə belə xeyri olmaz. Əksinə ziyanı olar. Amma əgər bir nəfəri Allah Taala sevirsə, deməli 100% orada xeyir var, heç bir ziyanda yoxdur. Bəli. Və insanın həm dünyası, həm axirəti tam şəkildə nədir? Yerindədir. Ona görə insan məsələn Allah'ı tanıyandan sonra özün Allah'a sevdirə, özün Allah'a göstərə, özün Allah'a tanıtdıra. Ondan sonra tanıtdıra nə mənada? Yəni o başa düş bildiyimiz mənada və Allah bizi hələ zərrədən yaxşı. Bizim həqiqətimiz o cür olduğu kimi ortaya çıxsa. Bəli, o cürə. Onda insan olacaq bir varlıq ki, Allah bayaq danışırdıq, onun müdafiəçisi olur, Allah onun köməkçisi olur. Haqqın əleyhinə nəsrul mümin. İnnəllaha yudafi'u anillezina amanu. Bizə vacibdir möminlərə kömək eləyəcək. Allah iman gətirənləri müdafiə edir bu cürə. Ondan sonra daim Allah onun üstündədir, onu izləyir. Bəzən onun əlindən tutur. Hətta o təşriği qanundakı tam insan öz ixtiyarındadır. Mümkündür, insan bir məqama gələ çıxa, Allah Taala hətta o təşriği qanunda da ona bir xüsusi inayəti olar ki, bizim kəlam elmində işraq bəhsimiz var da, qeybi köməkliklər. İnsan məsələn özündən asılı olmayaraq görsən, bəzən istədiyinin əleyhinə, əksinə gedir ki, xeyri o əks tərəfdə idi. Bu bir tərəf, məsələn, istəyirdi bir yeməkdən yesin, yemir. Bəzən Allahın xüsusi inayəti olur, Allahın qeybi köməkliyi olur. Sən o yemək ki, ona ziyandır, ya onu yemək ki, ona haramdır. Sən bu bilmirdi, yeyirdi, məsələn, ya bilə-bilə, nəsə də nəfs bunu alladırdı. Bu gəldi neynədi? Çıxır da o Allahın xüsusi köməkliyi ilə, o Şeyx Ənsarinin hadisi şeydə var da, o evində xəstə var imiş, Şamda yox imiş, buna məcbur ediblər hökmən. Bu da düşüb Beytülmaldan ki, öz payını götürmüşmüş, qutarınmış. Ayın axırında götürəcəyindən istəyib biraz götürsün, gətirsin ki, ayın axırında onsuz da götürəcək. Gedir ora, orada neynir onu, elə bir götürmür, qadir çıxır, gəlir. Sonra o bir nəfərin yuxusu məsələsi ki, şeytan. Hadi danışın da, xahiş edirəm. Biraz yuxu danışmaq mənim çox adətimdir. Bu olmuş hadisədir. Ancaq bu mükaşifədir də, möminlərin mükaşifəsidir ki, şeytanı görür şeytanın əlində zəncirlər var, biri də qırıqdır. Deyir, bu kimindir? Bu indi səhərsi gün gəlir Şeyx Ənsariyə danışan adam. Şeyx Ənsariyə danışır ki, deyir, şeytanı gördüm, yuxuda ya indi belə deyir də, mükaşifə. Deyir, gördüm, nə qədər zəncirlər var, bir dənə də qırıq zəncir var. Soruşdum, bu kimin? Dedi, bu Şeyx Ənsarinindir. Deyir, dedim ki, belə necə? Dedi, hətta qırdı zənciri, çıxdı, getdi. Gəlir ki, ağa, sən ara, şeytanın zənciri hara, bu cürə. Deyir, qəziyə belə. Məsələ bu cür oldu ki, mən getdim ora qədər götürməyə. Amma oradan qayıtdım. Sən görürsən, insanın təqvası gəlir bir dərəcəyə çatır, imanı bir dərəcəyə çatır, Allah etimadı bir dərəcəyə çatır ki, bəzən görürsən Allah Taala ora gedəndə... Onu götürürüz boyuna da elə bir ki... Onun elə bir yoldaşı uşaq gətirirdi dünyaya. Bu həkimlər də o vaxtın həkimləri gəldilər, dedilər ki, işıq qutardı, uşaq da öləcək, anası da öləcək. Mən məcbur qaldım, getdim ora. Ora çatanda mən dedim ki, bəlkə mən bu işığı götürüb ora gedənə qədər öldü elə. Onda mən Allah'a cavab verəcəm ki, mən bundan bu cürə istifadə elədim. Ya qayıtdım, getdim ki, azad olub, uşaq qutarıb, heç nə də yoxdur. Yenə bu işığa ehtiyac olmadı. Yenə mən bu şeydən haqqım olmuyor, icazə olmuyor, yəni istifadə eləməyimə Allaha nə cavab verəcəm. O fikir orada zehninə qayıdır. Deyir ki, indi mənim icazəm yoxdur, uşaq da, ana da o qalıb Allahın ixtiyarına. Bu qalxanda o qaçırlar buna ki, heç nə lazım deyir, tamam, qutardı hər şey məsələ. Allahın görsən,
Yansurullaha yansurukum və yüsəbbit əqdamakum budur da, Allaha kömək eləyəndə, yəni Allahın dinində sabit qədəm olanda Allah sizə də kömək eləyir və yüsəbbit əqdamakum. Qədəmlərinizi də sabit eləyir, biraz da möhkəmlədir. Əlləzinə qalu Rəbbuna summəstəqamı tətənəzzəl əleyhimül mələikə. Onlar ki, Allaha çağırırlar, amma bir var Allaha çağırırsan, sonra deyəsən ki, gedim görüm hələ, məsələn, Hacı Samir nə deyəcək belə? Deyir, yox, sən Allaha çağırırsan, özündən möhkəm dayanırsan, Allaha etimadın olur. Allahdan başqasını fikirləşmirsən. İlla ki, Allah bəzi vasitələr qərar verir ki, onun da məsələn də şeydir də, o Allahın icazəsi iləndir. Hacı, o hədis də var, Hacı, üzr istəyirəm. Hədis də var ki, İmam Sadiq əleyhissalamdan buyurur ki, bəzən insan elə yaxşılıq eləyər, elə yaxşı əməlləri olar ki, Allah Taala ona sanki rəhmət nəzərini şamil eləyər. O deyir, günah etmək istəyəndə, bu adam sürüşəndə, şeytana aldananda, Allah onunla günahın arasına girər. Bəli. Hədis. Allah yəhulu Beynəl məri və qalbihi. Bəli, o da Quran ayəsidir. Amma burada deyir ki, Allah Taala onunla o günahın arasına girər. Ki qoymaz eləsin. Qoymaz eləsin. Və insan həqiqətən də bəzən düşünəndə həyatımızda elə məqamlar olur ki, bəzən həmən anda düzdür ki, bu bizim ziyanımıza oldu. Kaş gərək belə olmayaydı. Yəni Allah Taala elə şərait yaratdı ki, bu iş alınmadı. Amma bir müddətdən sonra insan başa düşürsən ki, nə yaxşı Allah Taala. O ayədə də var da, tərcüməsi təqribən belədir. O ki, keçib onların barəsindən narahat olmayın, o ki, gələcəkdədir. Ona da çox ümid eləmin. Bu məzmunda ayə təqribən yadımdadır. Amma Əli Əleyhissalamdan da 100% hədis var ki, dünənə görə məyus olmayın, narahat olmayın və sabaha da çox ümidvar olmayın. Çünki dünən keçib dayı gəlməyəcək, sabaha da hələ bilmirəm gələcək ya gəlməyəcək. Gəlsə də hələ necə gələcək, o da məsələn məlumdur. Həzrəti Rasulullah sallallahu aleyhi və səlləm Əbazara vəsiyyətində deyir ki, ya Əbazar çox ehtiyatlı ola, ma tədri məsmıqa qədən. Sabah adın nədir bilinmir. Yəni sən bir gün Əbazərsən, Peyğəmbər sahabəsən, möminsən, namaz qılansan, sabaha necə çıxacaqsan, o məlumdur. Ona görə ehtiyatlı ol ki, sabaha da bu vəziyyətdə çıxasan. Hətta biraz da artıq. O ki, Əleyhissalam deyir, nədir onun adı? Həmin elə dünəniz çalışın, bugünüz dünənizdən artıq olsun. Bugünüz dünənizdən əscik olsa ziyan görürsünüz. Bərabər olsa yenə elə məğbunsuz. Amma gərək çalışın olasınız, bugünüz dünənizdən artıq olsun. Hacı, o məsələn, Likey la təəsə və la mafatakum və la təfrəhu bima atakum vallahu la yuhibbu kullə muxtalin fəxurə. Bayaq dediyiniz Quran ayəsi, bayaq dediyim ki, o ki fota gedib, keçib, gedib, qalıb gerdə, ona görə məyus olmayın, təəssüf eləməyin və la təfrəhu bima atakum. O ki gələcək sizə, ona da çox fərəhlənməyin. O həm də zöhdün tərifində bu ayəni deyirlər. O çox fərəhlənməyin. Hələ gələcək sizə nə edəcək, o məlumdur. Görsən adam məsələn, vitçi halal çörəyi var, normal dolanışığı var, keçinir, rahat, hər şey sakit. Görsən, məsələn, istəyir biraz ruzusunu çoxaltsın məsələn də, biraz gedir, görsən o əvvəlkini də itirir. Ondan sonra qarışır, nə gecəsi var, nə gündüzü var. Deməli, deyəsən, Şeyx Ağa olub, ya hansı o, Şeyx Rəsul olub Nardaranda, deyib o bir nəfər namazda görüb yoxdur. Hanı bu, deyiblər, bostanı 2 dənə eləyib. Deyib, vay zəhmətin çox aldım. Bostanı 2 dənə eləyib, bir dənə eləyib, işini qutarırdı, namaza gəlirdi. İndi 2 dənə çatdırıb gələnmir, elə çöldə qılır namaz. Paizdə gələndə görüb ki, bu məsələn də belə yayın istisində yanıb, belə də biz pul qazanan adama da oxşamır. Gəlib ki, necəsən, nə tərsən falan deməli. Elə bir bostandan keçinirdim. Bostanı 2 elədim, heç birinin də xərdini çıxardım. Mən əvvəldə demişdim də, zəhməti artıq eləyibsən, özü əziyyəti çox vermişsən. Bəzi hallarda cəbri deyir, bəzən rozular müqəddərdir. Çox ora-burada qaçmaqla deyil, təmbəllik eləmə. Yükü başqasının boynuna yıxma.
Ondan sonra cəmaata yük olma, cəmaata əziyyət olma. Hətta deyir, xəstə də olanda çox ahınalı eləmə. Gələnə elə, üzr istəyirəm, dərdi danışma, onları narahat eləmə. Allah bilir də sənin xəstəliyi. Elə deyir, Allah xəbərdardır. Başqasına danışanda da Allah buraxar onun öhdəsinə də. Hacı, inanırsın o cür insanlar var. Yəni, məsələn, xəstə ola, amma qətiyyən danışmazlar. Danışmazlar, deməzlər. Narahat deyirlər. Mən adam görmüşəm, düzdür mənim gözümün qabağında olmadı. Məsələn də sistemiyat deyir, çıxartdı qolundan atlayır, bunlar mənə yaşadacaq, mənə əziyyət edir elə. Qolumu deşir, çıxartdı, atdı, ona dedi, Allah onsuz da nə ömür veribsə yaşayacağım. Mənim də məsələn 80 yaşım var, mənim də 40 yaşım deyir ki, bu mənə kömək eləyə yaşada. Bunu vurursunuz ki, məsələn ağrıya da olmasın, mən də dözəcəm ağrıya, Allahdan gəlir də bu, mən dözəcəm, səbr eləyəcəm də. Elə, yəni o qaydası ilə də dünyasını dəyişdi. Bəli. O cür insanlar var, o qədər rahatdır. Məsələn, görsən, ölümdən danışanda elə baxır ölümə, adam utanır ki, kaş mən də bunun üçün baxıydım. Məsələn, rozda bitkə, məsələn, bir pendir çörək yeyəndə elə şükür eləyir, Allaha elə şükür eləyir, elə qaldırır. Allah heç məsələn o 3 cürə bir dənə stolda, məsələn, bir dənə süfrədə çörək yeyən, heç Allaha da 3 cürə yemək yeyən, Allaha yadına düşməz ki, şükür eləmək belə baxanda, heç ağzında aça bilmir axı. Amma görürsən, bitkə mən özüm görmüşəm, acığını müşahidə eləmişəm. Özdə o keçmişdəkilər yerində də indi bir, məsələn də bir 50 il var da bu dünyanı başa düşürük, yəni görürük də belə, başa düşmək çətindir. Amma elə müasirlərimizdə də var. Görürsən, əli qabarır, fəhlə babadır, məsələn, bitkə çörək alır. Bəzən görürsən, insan cəmiyyətin içərisində də görürsən, dükandan çıxıb, kilo da deyir. Məsələn, aldığı kartof, aldığı soğan kilo da deyir. Məsələn, 2 dənə kartof alıb, 3 dənə, 2 dənə soğan alıb, məsələn, 3-4 dənə yumurta alıb, bir dənə də çörək, elə rahat gedir evinə, Allaha and olsun. Amma biri gəlir, məsələn, 50 minlik, 100 minlik maşınla dayanıb, setqə ilə gətirir, amma baxırsan, görsən elə qaça-qaçdadır, belə. Belə oturdu, güllə kimi getdi. Demirəm, o pis işdir, o Əli Rəssalamda deyir, var dövlət nə qədər olsa, Allah xatır olsa, ondan sonra məhəbbət olmasa, amma hər halda belə, hər halda o görürsən, o 5 dənə kartof, 3 dənə soğanla gedən bir dənə çörəni elə rahat gedir. Hesabı da azdır da sabah qiyamətdə. Deyirlər, məsələn, mən bilmirəm hədisdə vardı, yoxdur, amma eşitmişəm uşaq vaxtdan, deyir, Peyğəmbərlərin içərisində hamıdan gec, beşdə gedən Həzrət Süleyman olacaq, bütün hakimiyyətin yadın hamısının sorğu sualını verməlidir, deyir. Zən bu cürə. Hətta çox hesab kitabı var da. Təbiidir, məsələn, mən gündə 3 dəfə yağlı yeyirəmsə, bunun hesab kitabını verəcəm. Hələ hər şey yerində olsa, halaldan olsa, ondan sonra məsələn fəqirin də payını versəm, qonşunu da yadımdan çıxartmasam, filan bəsməkən. Amma bu yetim deyəcək ki, gətir də, üst-üstə mən məsələn 50 ildə yemişəm 200 kilo kartof, məsələn 150 kilo soğan, bir 2 dənə də çörək. Mən heç kim onu arzulamıram, ha. Düzdür, o çətindir də o vəziyyətə. Hər adam da dözə bilmir. Amma insanlar da var, dözür, belə xoşuna da gəlir, heç görsən istəmir də. İstəmir. Bəlkə də onun duası, bəlkə yox, 100% onun duası bizimkindən də tez qəbul olar. İstəsə də Allah verər. Amma görsən heç istəmir də. Belə onunla keçinir də, məsələn. Hacı, bayaq dediniz ki, Əmir Ulumum buyurur ki, dünənki, sizin bugünkü gününüz, yəni bugün qalacaq da sizə. Dünən keçib gedib, sabah da bəlli deyir ki, sizə qismət olar, yoxsa yox. Yəni əsas əslində bugündür. Bugün insan öz problemini həll etməlidir. Bugün öz daxili, məsələn, bir nöqsanı varsa, onunla mübarizə tərbiyə etməlidir. Bugün tövbə etməlidir. Bugünün günahlarından heç vaxt yəni sabaha saxlamamanın tövbəsini sağlasın. Çünki bugün bizimdir. Bugün bizə verilir. Sabah bilmək olmur ki, bizə veriləcək. Bu anda, yəni mən bugün bəli, bu an bizimdir. Bundan sonraki saat hələ bilinmir kimindir və necə olacaq. Deməli, qətiyyən dayanmaq olmaz. Qətiyyən ona görə Əleyhissalam məsələn də ibrət ki var. Məsələn, bayaq məbdədən danışırdıq, Allahı tanıyıb onun mərifət tapıb, məqamdan tapıb, onu özü istədəsən. Bu biri başda da
getdiyin yerdən də ora uyğun geyinəsən, hazırlaşasan, ondan sonra neynəyəsən bu cürə. Deməli, Əleyhissalam gör nə qədər əhəmiyyətlidir məsələ. Gör nəyə misal vurur, bu həmin bunu. Fəinnəkum qılavqa. Gör, mənim cibimdə bir dənə şey var, indi yadıma düşdü. 5-6 il bundan qabaq bunu yazmışam. Elə bu mövzuya uyğundur. Qalə əmirul möminin əleyhissalam mənə gənə ənnaha yufariqul əhbab. Kimin yəqini varsa dostlardan ayrılacaq. O dünyanın gedəndə adama təsir edənlərdən biri dostdan ayrılmaqdır da. Dostlar elə bilir ki, bizə çox ağırdır, dostumuz gedir. Amma ona daha çox ağırdır, bunlar qalır, o gedir. Hər halda tək gedir də. İmam Həsən əleyhissalam ağlayır dedir can verəndə. Soruşlar ki, ağacan, sən ki imamsan, niyə ağlayırsan? Deyir ki, əvvəla ölüm çətindir, ölüm çətin səfərdir. İkincisi də ki, dostlardan ayrılıram. Dostlardan ayrılmaq, bəli. Mən həqiqən ənnahu yufariqul əhbab, dostlardan ayrılmağa yəqini olan adam və yəskunu turab. Adamın ki, yəqini var, torpaqda məskunlaşacaq da. Qədim insanlar yaşayıb acı, torpağın üstündə. Mənim yadıma gəlir, evin yerinin torpaq olmağı, həsiriyat atardılar üstünə. Bundan da sağlam olardı onda. Amma indi məsələn, taxta, pol, lak, şkurka, toplu pol, xalça, onun üstündən elə bir dənə nə filan bəsməkən, elə bir dənə də şap-şapı deyirik də, elə onu da onun üstündən geyirik. Heç o qədər də sağlam deyirik. Amma o taxta, amma torpağın üstündə yaşamaqla o torpağın altına getmək fərqlidir də. Torpağın üstündə yaşamaq, yaşamaqdan və yaskunu turab gedib torpağın altında qalacaq. Çətin. Gündə yer neçə dəfə nida edər ki, mən bir qorxulu yerəm, mən bir dəhşətli yerəm, vəhşətli yerəm, hamızı çəkəcəm, öz bətinimə, sıxacam burada sizi. Və bəs mənə əgənə yaskunu turab və yuvacihul hesab. O adamın ki, yəqini var ki, hesabla üzləşəcək. Yəni, bilir ki, 100% bu işlərin hamısının nədir? Hesab kitabı olacaq. Və mən yəməl miskalə zərrətin xeyrən yerə və mən yəməl miskalə zərrətin şərrən. Ki, miskalın zərrələri qədər toz boyda da yaxşılıq eləsə, onu orada görəcək. O qədər pislik eləsə, onu da orada hesab kitabı verəcək. Bu hesab mövzusu uzun mövzudur. Və mən əgəmə yəstəğnə əmmə xələf. O adamın ki, yəqini vardı ki, qoyub getdiklərindən ehtiyatsız olacaq. Yəni, qoyub getdikləri bunun dərdinə dəyməyəcək. Heç bir faydası olmayacaq. Heç bir faydası olmayacaq. Nə qədər, məsələn, var ola, dövlət ola, filan ola. Əgər özü o bulutuzu açıq olsa, elə deyir, açıq şeydir də, megabaytın açıq olmasa, çıxdın evdən, Wi-Fi-dan uzaqlaşdın, qutarda. Elə deyir. Qoydular ki, qəbrə, can ki, çıxdı bədəndən, gərək daim açıq xəttin ola, sənə bu dünyada əgər eləsələr, əgər onu da eləsələr, övlad ağlayır, biri məsələn evi yarımçıq qalır, biri ağlayır, cehizi yarımçıq qalır, biri ağlayır ki, başımın üstündən lap ağsaqqalım gedib, yol göstərənim gedib. Və əslində bunların hamısına baxsın, görürsən ki, hamı öz dərdini ağlayır. Hamı öz dərdini ağlayır. Amma məsələn, o ağlamaların yerinə, o dərd çəkmələrin yerinə bir gün bunu yola salmış olur. Uşağı əsgər yola salırsan, durub səhərdə dalıcan gedirsən. Elə deyir. Aparıb adamı xəstəxanaya qoyursan, 3 dəfə həkimdən zəng edib soruşsan, sübh tezlərindən də gedib deyirsən ki, xəstədə görmür. Bunu da ağır səfərə göndərmirsən axı. Bundan xəbər tut. Bundan xəbər tut. O Ayətullah Kuçani deyir, gəldim boş qayıtdım. Axırda deyir, neçə gündən sonra gördüm xanımım, Allah dədəsini rəhmət eləsin xanımların. O götürüb Quranı başladı, 2 ayə oxuyan ki, mənim işim düzəldi, qayıtdım, getdim. Odur. Mən görmüşəm, bir nəfər dünyasını dəyişdi, hərə məsələn də biri ağlayırdı, biri neynirdi, hərə bir cürə bir söz deyirdi, biri ata, biri baba, biri nəmnə. Amma məsələn o övladlarından biri elə Allaha yalvarırdı, Allah tanın günahını bağışla, Allah tanın günahını bağışla, Allah bax. Budur mövzu. Məsələ odur. Bundan qalan nə qalıbsa heç biri. Nəyə qalıb, nəyə kim baxacaqlar, ancaq elə təəssüf eləyəcək. Məsələn, bu boyda evdə tikdi, heç doyunca oturmadı içində. Elədir. Neçə dənə övladı qaldı, heç qəbrin tikan basıb. Gedirsən qəbrəstanlığa, həqiqətən görürsən ki,
İndi bizim həm dinimiz deyir, həm də elə bizim milli adət-ənənəmizdə qəbrə, qəbrəstanlığa hörmət var, ehtiram var. Gedərlər, silərlər, təmizlərlər, ətrafının otunu falan. Görürsən, ölüsünün qəbrin ot basıb, tikan basıb, heç getməyib. Dünya budur. Ona görə heç kim qoyub getdi ki, əgər lillahdırsa, Allah o baqiyatus salihatdandırsa, hə, o elə onu özü ilə aparır. Amma o ki, qalıb o dediyimiz mövzulardandır, onunla da adama heç bir xeyri olmayacaq. Həzrət də buyurur ki, və əygənə və yəstəğni əmma xələb nədir? Bilir ki, mən buraxdığım mənə çatmayacaq. Çatmayacaq mənə. Qaldı olar dünyada və yəftəqir ilə ma qəddəm. Və bilir ki, möhtac olacam göndərdiklərimə. Ma qəddəmayyədə. Yaxçı, nə göndərmişəm, nədir? Ona möhtac olacam. Məsələn, nə oldu? Kimin yəqini var? Neynəyə? Dostlardan ayrılacaq. Kimin yəqini var? Hesabla torpaqda sakin olacaq. Kimin yəqini var? Hesabla üzləşəcək. O adamın ki, yəqini var, dünyada qoyduqlarının buna heç bir xeyri olmayacaq və yeganə bunun dərdinə dəyən, özündən qabaq axirətə göndərdikləri olacaq. Yəqulu ya leytəni qəddəmtu li həyatı. Öz həyatım üçün. Öz həyatım. Çünki innəl axirətə ləhiyyəl həyavanda. Əsl həyat axirətdir. Kaş onların hamısını özümdən qabaq göndərəydim. Həzrət Peyğəmbəri bir gəldi ki, ya Rasulallah, sənə də iman gətirmişəm. Namaz da qılıram, oruc da tuturam, ölümdən qorxuram, neyniyim? Dedi, dünyada nəyə çox sevirsən? Dedi, ya Rasulallah, val dövləti. Dedi, göndər özündən qabaq ora, o səni dartacaq ora. Göndər özündən qabaq hamısını ora, səni dartacaq ora. Bəs kim bu şeylərə yəqini var? Şahcı üzrüsün, İmam Səccaddan da bir şey yadıma düşdü. Bir qurban kəsmişdi, qoyun kəsmişdi. Əmr elədi ki, onun bir hissəsini o qonşuya, bir hissəsini o qohuma, bir hissəsini falan hamısı göndərdi. Bir dənə bud saxladı evdəkilər. Evdəkilər dedilər ki, orada olanlar dedilər ki, biz hamısını payladıq, əlimizdən çıxdı, bir dənə bu qaldı bizə. Əlimizdən çıxan budur. Onlar dedi bizə. Bəli, 100%. 100% odur da. Nə vermirsən Allah yolunda, o 100% sənindir. Ma indəllahi Baqin və ma indəkum yənfəd. O ki, sizin yanınızdadır, məhv olub çıxıb gedəcək. Amma o ki, Allahın yanındadır, o baqin. Mən cəə bil həsənə fələhu əşrəm salihada. Hələ Allah onun nənə də qoyacaq üstünə. Hacı, bu hədisdə... Bir də Müzzəmmildə də ayə. Və ma tuqaddimu liənfusikum min xeyrin təciduhu indəllahi huvə xeyran və əzəm əcra. Bəli. Daha xeyirlisi Allah yanında olacaq, sizin gün və əcri də təbii də, Allah əvvələn əmanətdardır, üstünə də onun nənə qoyacaq. Sənin əməlindən, mənim əməlimdən Allahın ehtiyacı yoxdur. Yaxşı. Məsələn, bir adamın milyardı var, sən aparıb ona 100 manat pul vermişsən, gəlibini saxla mən üçün. O sənin 100 manatı neyinir? Belə adi halda baxsaq, 99% onu sən üçün saxlayacaq. Amma yerin göyün xəzinəsi lillahi mafiz səmavatı və mafilər. Özdə Allah əmanətdardır. Yaxşı, versən ona, özü də bu başdan deyib ki, onun əlində üstünə qoyacaq. Amma mənim yanıma qoyduğu gəlib götürməyəsən gərək. O ki, Allahın yanına aparıb qoymusan, onu buradan qaytarıb almayasan. Allah onun əlində üstünə qoyacaq. Bəs Həzrət deyir ki, o adamın ki, yəqini var, yəftəqürü ilə matəqəddəm, o özündən qabaq göndərdiyinə gedib möhtac olacaq. Neynəsin? Neynəsin deyir, kanə həriyyən bi qəsril amal və tulul əməl. Layiqlisi budur. Vacibi budur ki, arzularını azaltsın, əməllərini çoxaltsın. Bi qəsril amal və tulul əməl. Bax, bu adam hamı da acı bu zürədir də. Yəni, bu ki, burada 4 dənə, 5 dənə şey dedi, əleyhissalam. İndi yer üzündə kim bilmir dostlarımdan ayrılacam? Kim bilmir ki, torpaqda sakin olacam? Kim bilmir ki, məndən hesab kitab eləyəcəklər? Kim bilmir ki, bu dünyada qalanlar mənə heç bir xeyir eləməyəcək? Kim bilmir ki, göndərdiklərim mən üçün xeyri olacaq? Göndərdiklərim mən üçün xeyri olacaq. Yaxşı? Bəs bunu hamı bilir. Ona görə Həzrət deyir, bu qədər şeylər dünyada arzu eləyənə qədər. Bir vaxt deyirdi ki, başımın üstündə bir kiriş olsun. İndi üçün də tikimsən yan bayan. Yaxşı da bəs eləyir də bu. Ehtiyacın varsa tik yenə. Yenə al. Amma da bu bəs eləyir də. Bu kifayət eləyir.
bir axirət. Allah rəhmət eləsin Molla Rasimi bir dənə ev tikmişdi uşaqların biri üçün. Özü gəlib oturmuşdu. Sonra orada bir məsciddə tikdi. Elə qəbri də orada da Allah rəhmət eləsin. Gəldim gördüm bir balaca bir şey tikib. Elə mən dili qurtlamışqan qayıtdım ki, ay hacı, bunu biraz böyük tikərdim də. Belə əməlli başlı danladı. Mən sən nöş deyirsən heç olmazsa onu demə. Ömrümüz elə keçib daşı daş üstə qoymağına, qutarıb çatıb 50-yə, keçir üzərinə. Biz hələ elə ev tikməklə. Axirət üçün deyir, heç nə tikməmişik ya Allah. Həqiqətən elə belə gözləri də dolmuşdu rəhmətliyin. Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin. İnşallah tamam alimlərimizin, ruhanilərimizin ki deyirdi, axirət üçün heç nə tikməmişik. Həqiqətən elədir. Kifayət qədər sənə lazımdır elə. Bırax qalan arzuları. Qoy geçsin, biraz da əməllə məşğul ol da. Biraz da özdə ağıllı insan sabahına tədarük görür də. Elədir. Bütün ağıllı, düşüncəli insan imkan dairəsində sabahına tədarük görür. İndi birinin yoxudur, sabaha tədarük görə bilmir, işimiz yoxdur. Biri gücünü güclə tapıb sabaha Allah'ın onunla. Amma birinin ki sabaha tədarük görməyə imkanı var, sabah əli boş olanda hamı onu da anlayır. Heç bir adama əl uzadanda deyir, zəhmət çəkildim, dünənləri biçim vaxtı yığardım da, nöş əkmədim payızda, nöş biçmədim yazda məsələn. İndi gəlirsən, əli boş qalırsan. İndi acı belədir, bu axirət üçün bizim nə qədər əkin yerimiz var. Nə qədər məsələn axirət azuqəsi yığmağa nədir? İmkanımız var. Sabah biz kimə əl uzada bilədik? Heç kim baxmayacaq. Yox, mən gəfirrul mər'i min əxi və sahibətihi və bəni və ummihi və əbi. Qardaşından, anasından, hamı qaçacaq. Yəni, o bir dənə şeir vardı, mən onu qulaq asası əzbərləmişdim. Deyir, məhşər günü bir gündür düşər təngə xəlayiq, gün istisalar ateşi suzan əvəzində. Yəqub çıxardar balası Yusufu yaddan, kör oldu ki, o ki aləmi hicran əvəzində. Boşla məni Allah, Yusufla özüm bil, canım xətərə düşməyə canan əvəzində. Hamı orada öz dərdini çəkəcəkdir. Elədir. Hətta onlar ki, adamın ətrafında olub, onların özdə deyir ki, hər nəyindən insan keçsin. Övladını da versin, atasını da versin. Ayənin mənasıdır bu. Ki, və hətta ətrafında olanı və mafil ərzi cəmiyyən, yer üzündə olanın hamısını versin. Amma canı qutarsın. Orada maraqlıdır ki, ata-ananın adını çəkmir. Qurban verəndə. Qurban verəndə orada sual verirlər ki, niyə bu rəhmə gəldi? Axı övladlarını qurban verir, orada deyir ki, bibəni. Övladlarını qurban verir, nə bilim, qardaşını, yoldaşını, nəslini və bütün insanların ata-ananın adını çəkmir. Orada yazırlar ki, bəs yox deyir, o görəndə ki, ata-ananın Allah yanında ehtiramı nə qədərdir, qorxusundan heç onu arzu da edə bilməz. Görür Allah yanında ehtiram çoxdur, həm də xeyri də deyiblər. Və ata-ana elə hər yerdə ata-anadır. Bəli, Allah inşallah bizi bəyəndiklərindən qərar versin inşallah. Amin Hacı. Çox təşəkkür edirik sizə Hacı. Təşəkkür. Gözəl muizə oldu bizə. Allah kömək olsun. Çox faydalandıq. Allah inşallah bu deyilən sözləri qəlbimizdə təsirli qərar versin. Amin, amin. Çox sağ olun. Sizə sağ olun. Əssalamu aleykum və rəhmətullah. Allah'a emanet olun.